Almas Yıldırım'ın Əsir Azərbaycanım şiiri haqqında doğru fikir əlməyinidir. Lirik qəhrəman vətəni dindən daha üstün tutmuşdur. Xeyr, lirik qəhrəman vətəni Kəbə səviyyəsinə qaldırır, bərabər tutur. Vətəni Kəbə səviyyəsinə qaldırır burada. Bir səhvdir. Rədifdən istifadə olunsa da, rədiflə adlandırılmamışdır. Burada rədifdən demək olar ki, istifadə olunmur. Bir bənddə yalnız. Sonuncu bənddə mən sözünü rədif saymaq olar. Amma ümumən adı rədif deyil. Üstü örtülü şəkildə vətənin bəxtsizliyindən söz açılmışdır. Bəli, burada bəxtsiz anam deyəndə bilirik ki, təbii ki, AXC Azərbaycan Demokratik Respublikasının Cumhuriyyəti nəzərdə tutur. Qısa ömür yaşamış Azərbaycan Demokratik Cumhuriyyəti nəzərdə tutur. Doğrudur. Vətən həsrəti yanıqlı bir dillə ifadə edilmişdir. Əlbəttə ki, doğrudur. Nikbin əhval-i ruhiyyə fonunda mübarizəyə çağırışa yer verilib. Xeyr, burada nikbin əhval-i ruhiyyə yoxdur. Bu şeir əslində kədərli bir ağı təsiri bağışlayır. Cavab 3 və 4'dür.